Salam değerli əziz izləyicilərimiz. Bugünləri Binə mərkəzə yaxın 136 nömrəli məktəbin tam yanında dostlar sizin üçün 3 nöqtə getdi. Yəni torpağın da qubçası olan, evin də qubçası olan paket qubçalı 4 otaqlı evin çəkilişinə gəlmişik değerli izləyicilərimiz. Sizdən xahişim videomuzu sonacan izləyin ki, tam ətraflı məlumatı sizin üçün verək. İpoteka ilə istəyən olsa da bank yolu ilə eve sahip olabilirler. Banka yararlıdır, ipoteka yararlıdır. Bu hissədə evimizin bağ hissəsidir. Burada bizim həyətdə nəzərdə tutulmuş, nəzərdə yox, ayaq yolusudur değerli dostlar. Həyətindəki rahatçılığına 3-4 maşın daxil olunur değerli dostlar. Gazı, işığı, suyumuz daimli dostlar. Evimizin ön görünüşünü de sizin için göstereyim. Evimizin dört bir tarafı zaborda değil değerli izleyicilerimiz. Bu hissədə böyle bir keçmək üçün yeri var. 2 ton çəndir değerli dostlar. Bu da evimizin arkasında böyle bir sklat kimi bir yerdir dostlar. Şimdi keçəcək evin içindən sizi tanış edəcəm. Bir de böyle bir şey bildirim ki, suyumuz burada daim dostlar. Sayğacı da yerindedir. Böyle bir evimizin koridorudur. Geniştir, istipollu değerli dostlar. Gördüğünüz koridor. Burada sol tarafta bizim geniş bir mətbəximiz var. Bu hissədə bizim böyle bir geniş qonaq otağımızdır. Pərdəli, lüstru. Bu ev yaşayış dolubdur, şəxsi evdir değerli dostlar. Bu isə bizim körpələr üçün uşaq otağıdır değerli dostlarımız. Remontu da gözəldir. Bu hissədə bizim böyle bir geniş yataq otağımızdır. Evimiz işıqlı evdir, gözəl evdir. Yani şəxsi evdir dostlar, yaşayışlı evdir, yani yaşayışlı ev olubdur. Burada bizim sanitär və sanuzelimizdir, qışıq genişdir, asma tavandır. Bu hissədə də bizim 3-cü yataq otağımızdır. Gördüğünüz kimi mebellərimizdən bəziləri də var, qalır değerli dostlar. Kondisionerimizdir, kombimizdir. Evimizin qiyməti değerli dostlar 165 bin manata deyilir. İnşallah gəldiğinizdə real alıcı ilə danışıb razılaşmaq olar. Bu ev sizin olabilir değerli dostlar. Allah alanı satanda xeyir versin. Sağ olun, var olun.